Paşinyanın seçki platformasında Azərbaycan amili gündəm xəbərin efirində 20 aprel tarixidir və bir məlumatı diqqətinizə çatdırırıq. Belə ki, Ermənistan və Azərbaycan arasında sülh bərqərar olub. Ermənistan üçün dinc inkişaf dövrünün başlanğıcı qoyulub. Bu barədə Baş nazir Nikol Paşinyanın partiyasının təqdim elədiyi seçki platformasında belə deyilir. Orada həmçinin Azərbaycanla əlaqələrin qurulması siyasətinin yürüdəcəyi də xüsusi qeyd olunub və Paşinyanın seçki platformasını təqdim eləyərkən çıxışında bildirib ki, Ermənistanın illərdir davam eləyən təcrid vəziyyətdən çıxmaq üçün qonşuları ilə münasibətləri prioritet elan edib və keçmişdə Bakı ilə Ankaraya qarşı yeridilən siyasət strateji olaraq səhv olub. Baş nazir vurğulayıb ki, Ermənistanın gələcəyi yalnız Gürcüstan, İran, Türkiyə və Azərbaycanla qurulacaq möhkəm əməkdaşlıqdan asılıdır. Azərbaycanla bağlı məsələnin Paşinyanın partiyasının seçki platformasına daxil edilməsi məhz seçicilərin mövqeyinə necə təsir göstərə bilər? Aydın Hüseynov qeyd edir ki, tarix missiyasını uğurla başa vuran Azərbaycan ordusu ilə fəxr edirik. Milli Məclisin üzvü Aydın Hüseynov məhz bununla bağlı Müsavat.com-a açıqlama verib. Açıqlamasında Millət Məclisinin üzvü bildirib ki, Vətəndaş Müqaviləsi Partiyası tərəfindən seçki platformasında Azərbaycanla sülh və əlaqələrin qurulması məsələsinin açıq şəkildə yer alması Ermənistan daxilində seçici davranışına fərqli istiqamətlərdə təsir göstərə bilər. Birincisi, bu yanaşma müharibədən yorulmuş və sabitlik istəyən məhz elektorat üçün cəlbedici görünə bilər. Xüsusilə iqtisadi çətinliklər, təhlükəsizlik narahatlıqları və regional təcrid fonunda sülh mesajları müəyyən seçici qruplarında normal həyatın bərpası ümidini də gücləndirir. Bu baxımdan Paşinyanın platformasındakı bu tezis praqmatik və gələcəyə yönəlik siyasət kimi də təqdim oluna bilər. Digər tərəfdən Ermənistan cəmiyyətində hələ də mövcud olan revanşist və radikal mövqedə dayanan qüvvələr bu cür ifadələri məhz hakim partiyaya və şəxsən Paşinyana qarşı kampaniyada istifadə eləməyə çalışacaqlar. Seçiciləri inandırmağa çalışacaqlar ki, Paşinyan tərəfindən güya reallıqdan uzaq və güzəştçi mövqe ortaya qoyulur. Mənbə bu cür qüvvələrin anti-təbliğatı ciddi effekt verməyəcək əslində, çünki Ermənistan seçicisinin əksəriyyəti üçün bugün sosial-iqtisadi problemlər daha prioritet olaraq ön plandadır və bu problemlərin aradan qalxması üçün də sülh lazımdır. Azərbaycan və Türkiyə kimi qonşularla əlaqələr qurulmalıdır. Seçicilər bu amili üstün tutaraq səslərini verə bilərlər. Praqmatik və sülh tərəfdarı seçicilər Paşinyanın seçki platformasında Azərbaycanla əlaqələr məsələsinə yer almasını yəqin ki, müsbət yöndən qiymətləndirəcəklər deyə Millət Məclisinin üzvü Aydın Hüseynov Müsavat.com açıqlamasında bu şəkildə fikirlər səsləndirib.